Paytaxtda lambarda inanıb, girova qızıl qoyub, pul götürənlər aldanıb. Həmin şəxslər qızıl müqabilində onlara verilən pulu qaytarmaq üçün obyektə gəliblər. Amma gördükləri mənzərə onları şoka salıb. Nərimanov rayonu Fətəlxan Xoyski küçəsi 192 ünvanında toplaşan insanlar bir nəfərin axtarışına çıxıb, lambard sahibinin. Amma 10 gündən yuxarıdır ki, bu axtarışlar bir nəticə vermir. Məsələ ondadır ki, vətəndaşlar deyilən ünvanda lambard kimi fəaliyyət göstərən şəxsin xidmətlərindən xeyli müddət yararlanıblar. Fərqli vaxtlarda qızıllarını girov qoyaraq müxtəlif məbləğlərdə nağd pul da götürüblər. Günlərin bir günü borcunu verib qızıllarını almaq üçün bura üst tutanda lambard sahibinin obyekti bağlayaraq sözün əsl mənasında yoxa çıxdığını görüblər. Divara vurulmuş yazıdan isə belə bəlli olub ki, borclular malları ilə bağlı Zamin Banka müraciət etməlidir. 25-dən 26-sından bura bağlıdır belə. Yəni o adam da Tahirə xanımdır. Eşitdiyimizə görə qaçıb Türkiyəyə gedib. Burada gördüyünüz insanların heç ondan biri yoxdur burada. Yəni bir 3 gün, 4 gün bundan qabaq gəlsəydiniz, burada bir 500-600 adam var idi. Bura 27 gün mən gəlmişəm ki, bura bağlıdır. Burada da millət yığışıb. Yəni buradakı adam çox azdır. O həmən günü burada bəlkə bir 200-300 adam var idi. Hamı deyirlər ki, bunların neçə yerdə lambardları var. Hamısında belə bağlayıb, bir neçə yerdə lambardları var. Nizami rayonunun belə lambardları var. Bağlayıb deyirlər, bu adamlar qaçıb. Müsahiblərimin sözlərinə görə Alaz Tahirə Məmmədov adlı lambard sahibinin telefonuna zəng atmadığından onların işləri daha da çətinləşib. Elə biz də bunu dəqiqləşdirmək üçün onunla əlaqə saxlamağa çalışdıq. Amma telefon ya sınırsız ya da əhatə dairəsi xaricindədir. Xahiş edirik, biraz sonra zəng şikayətçilərin sözlərinə görə onlar banka üst tutsalar da qızıllarını geri ala bilməyiblər. Biz də yaranmış vəziyyətlə bağlı bankla əlaqə saxladıq. Oradan bildirdilər ki, bankın müştərisi qismində vətəndaşlar yox, Alaz Tahirə xanımdır. O da borcunu ödəmədiyi təqdirdə sakinlərin müraciətinə baxıla bilməz. Hətta adı çəkilən xanım borcunu gecikdirdiyi üçün bank tərəfindən tədbirlərin də görüldüyü əlavə edildi. Daha sonra məsələ ilə bağlı yollandıq Nərimanov rayon polis idarəsinin 17-ci polis bölməsinə. Oradan bildirdilər ki, artıq vətəndaşların şikayət ərizələri qəbul edilməkdədir. Onlar toplanılıb baxıldıqdan sonra faktla bağlı araşdırmalara başlanılacaq.